23-cü hissə Reallığın sayrışmaları Arthur Schopenhauer Həyat ağrılıdır və doğulmamaq daha yaxşı olardı. Bu cür pessimist dünya görüşünə malik çox az adam tapılar və Arthur Schopenhauer onlardan biri idi. Onun qənaətinə görə biz hamımız nə isə istəmək, onu əldə etmək və növbəti bir şeyə can atmaq kimi qapalı bir dairədə ilişib qalmışıq. Bu proses ta biz ölənə kimi davam edir. İstədiyimizi əldə edən kimi biz növbəti şeyi arzulayırıq. Bəlkə də 1 milyonçu olsaydınız, bundan tam razı qalacağınızı düşünmək olardı. Lakin belə olmayacaq. O zaman da malik olmadığınız bir şey istəyəcəktiniz. İnsanın təbiəti belədir. O heç zaman məmnun olmur. Malik olduğuna əsla qane olmur. Bu isə çox üzücüdür. Lakin Schopenhauer'ın fəlsəfəsi səsləndiyi qədər də dumanlı deyildir. O düşünürdü ki, əgər biz reallığın həqiqi təbiətini anlaya bilməsəydik, tamamilə fərqli davranardıq və insan yaşantılarının bəzi sayrışan cəhətlərindən azad ola bilərdik. Onun mesajı Budda'nın mesajına çox oxşayır. Budda deyirmiş ki, bütün həyatımız məhrumiyyətlərlə doludur. Lakin daha dərin səviyyələrdə öz deyə bir anlayış yoxdur. Biz bunu anlaya bilsək, onda aydınlığa çıxa bilərik. Bu oxşarlıq isə təsadüfi deyildi. Bir sıra qərb filosoflarından fərqli olaraq Schopenhauer şərq fəlsəfəsinə yaxından bələd idi. Hətta onun otağında sevimli Immanuel Kantın büstü ilə yanaşı Budda'nın da heykəli var idi. Budda'dan və Kantdan fərqli olaraq Schopenhauer özünə qapalı, çətin və mürəkkəb bir adam idi. Berlində mühazirəçi kimi işə düzələndə özünün dahiliyinə o dərəcədə inanırdı ki, mühazirələrinin Hegelin mühazirələri ilə eyni vaxta salınmasında təkid edirdi. Bu o qədər də yaxşı fikir deyildi. Çünki Hegel tələbələr arasında hədsiz məşhur idi. Schopenhauer'ın mühazirələrinə demək olar ki, heç kim gəlmirdi. Hegelin dərslərində isə daima qələbəlik olurdu. Odur ki, Schopenhauer universiteti tərk etdi və ömrünün qalan hissəsini aldığı miras hesabına yaşadı. Onun ən əhəmiyyətli kitabı sayılan Dünya bir iradə və təqdimat kimi ilk dəfə 1818-ci ildə nəşr edilmişdi. Lakin o uzun illər həmin kitabın üzərində işləməyə davam etdi. 1844-cü ildə kitabın daha uzun variantı ərsəyə gəlmişdi. Kitabın əsas ideyası çox sadə idi. Reallığın iki aspekti var. O, iradə və təqdimat şəklində mövcuddur. İradə hər şeyə mövcud olan kör-körənə hərəkət verici bir qüvvədir. O, heyvanların və bitkilərin inkişafına səbəb olan enerjidir. Və eyni zamanda həm maqniti şimala doğru cəlb edən, həm də kimyəvi komponentlərdə molekulların inkişafına şərait yaradan enerjidir. O, təbiətin hər zərrəsində mövcuddur. Digər aspekt isə təqdim edilən dünyadır. Yəni bizim gözlə gördüyümüz dünyadır. Təqdimat dünyası bizim beynimizdə formalaşdırdığımız reallıqdır. Bu, Kantın fenomenal dünya adlandırdığı dünyadır. Ətrafınıza baxın. Yəqin ki, pəncərədən ağacları, avtomobilləri və insanları, o cümlədən əlinizdə tutduğunuz bu kitabı görəcəksiniz. Quşların və başqa adamların səslərini eşidirsiniz. Duyğu orqanlarınızın köməyi ilə hər nə duyursunuzsa, bütün bunlar təqdimat dünyasıdır. Ətraf aləm barədə formalaşdırdığınız ümumi təsəvvürdür. Beyniniz bu məlumatları çeşidləyir, onlara hansısa anlam verir. Təqdimat dünyası bizim içində yaşadığımız dünyadır. Kant kimi Schopenhauer da bizim gördüyümüz və hiss etdiyimiz reallıqdan kənarda bir dərin reallığın var olduğuna inanırdı. Kant bunu nominal dünya adlandırırdı və bizim ona əlimizin yetmədiyini düşünürdü. Schopenhauer üçün iradə dünyası müəyyən qədər Kantın nominal dünyasına bənzəyirdi, lakin arada müəyyən və ciddi fərqlər də var idi. Kant nominal dünya terminini cəm halda işlədirdi. Çünki o reallığın bir deyil, bir neçə hissədən ibarət ola biləcəyini düşünürdü. Kantın bunu necə öyrəndiyi bizə aydın deyil. Çünki özünün də iddia etdiyi kimi nominal dünya bizim üçün əlçatmazdır. Schopenhauer isə əksinə, düşünürdü ki, nominal dünyanın ümumiyyətlə bölünmüş olmasını ehtimal eləyə bilmərik. Çünki bunun üçün zaman və məkan lazımdır. O, iradə dünyası terminini tək halda işlədirdi.
Onu mövcud olan hər şeyin arxasında dayanan, yeganə və vəhdət halındakı bir varlıq kimi görürdü. Bu kitabı oxumağı dayandırın və əlinizi başınıza qoyun. Nə baş verdi? Sizi kənardan izləyən biri sadəcə əlinizi başınıza qoyduğunuzu görəcək. Güzgü qarşısındasınızsa, özünüz də eyni şeyi görəcəksiniz. Bu fenomenal təqdimat dünyasıdır. Schopenhauerə görə isə hərəkətlərimizin arxasında dayanan daha dərin aspektlər var. Yəni, fenomenal dünyada müşahidə etdiyimizdən fərqli olaraq hiss edə bildiyimiz şeylərdir bunlar. İradə dünyasını biz bilavasitə yaşaya bilmirik. Lakin məqsəd yönlü hərəkətlər edərkən bu dünyanı duymağa hədsiz yaxın oluruq. Reallığı təsvir etmək üçün iradə sözündən o məhz buna görə istifadə etmişdi. Halbuki bu enerji forması yalnız insan təbiətinə xasdır. Nə bitkilər məqsəd yönlü şəkildə inkişaf edir, nə də kimyəvi reaksiyalar öz-özünə baş verir. İradə sözünün burada adət etdiyimizdən fərqli şəkildə işləndiyini anlamaq vacibdir. Kimsə iradə nümayiş etdirəndə onun beynində hansısa bir məqsədi olur və o məqsəd yönlü şəkildə nə isə etməyə çalışır. Lakin bu, Schopenhauerin iradə dünyası ifadəsi ilə izah etmək istədiyi şey deyildir. İradə məqsədsizdir və ya filosofun özünün də dediyi kimi kördur. Onun hansısa müəyyən məqsədə nail olmaq kimi bir niyyəti yoxdur. Bu, bütün təbii fenomenlərdə, o cümlədən bizim məqsəd yönlü hərəkətlərimizdə mövcud olan enerji axınıdır. Schopenhauerə görə Allah bu enerjini idarə etmir. Və bu, iradə də özü-özlüyündə Allah deyildir. İnsan təbiəti elədir ki, bütün varlıqlar kimi biz özümüz də bu mənasız gücün bir hissəsiyik. Lakin yenə də bu həyatı dözülən edəcək bəzi şeylər var. Bunların çoxu incəsənətlə bağlıdır. Məhz incəsənət daim həyatda qalmaq və istəklərimizi yerinə yetirmək uğrunda mübarizədə bizə bir anlıq dayanıb nəfəs dərmək imkanı verir. Bu baxımdan musiqi incəsənətin ən yaxşı növüdür. Schopenhauerə görə bunun səbəbi musiqinin özünün həmin o iradənin tərkib hissəsi olmasıdır. Musiqinin bizi ruhlandırmaq qabiliyyətini də o məhz bununla izah edirdi. Beethoven'in simfoniyasını mahiyyətinə qapılaraq dinləyirsinizsə, emosional stimul almaqla yanaşı, siz reallığı olduğu kimi sezməyə də başlayırsınız. Ona qədər başqa heç bir filosof incəsənətə bu qədər yüksək dəyər verməmişdi və elə buna görə də Schopenhauer incəsənət adamlarının sevimlisidir. Musiqini ən dəyərli incəsənət sahəsi hesab etdiyi üçün bəstəkar və musiqiçilər ona xüsusi sevgi bəsləyirlər. Onun ideyaları Lev Tolstoy, Marcel Proust, Thomas Mann və Thomas Hardy də daxil olmaqla bir çox yazıçılara da təsir göstərmişdir. Dylan Thomas hətta Schopenhauerin iradə dünyası təsvirindən ilhamlanaraq, yaşıl fitillə uyğun çiçəyi hərəkətə gətirən güc adlı şeir də yazmışdı. Schopenhauer sadəcə reallığı və bizim onunla əlaqəmizi təsvir etməyibdir. Onun həmçinin bizim necə yaşamalı olduğumuza dair ideyalar da var. Hamımızın bir enerji axınının tərkib hissəsi olduğumuzu və hər bir insanın yalnız təqdimat dünyasında mövcud olduğunu anladığınızda, bu sizi tamamilə dəyişə bilər. Schopenhauerə görə başqa insanı incitmək elə özünü yaralamaq kimidir. Bu yanaşma bütün əxlaqın əsasında durur. Mən bir adamı öldürərəmsə, bununla bizim hamımızı birləşdirən gücə zərər yetirmiş sayılıram. Bir insan digərini yaralayırsa, o öz quyruğunu dişləyən və dişlərini əslində öz bədəninə sancdığını anlayan ilanı xatırladır. Beləliklə, Schopenhauerin təbliğ etdiyi əxlaq şəfqət idi. Biraz dəqiq desək, başqa insanlar mənə yad deyil. Mən sənin qayğına ona görə qalıram ki, biz hamımız bir enerjinin, yəni iradə dünyasının tərkib hissələriyik. Bu, Schopenhauerin rəsmən əxlaq mövqeyi idi. Onun özünün başqa insanlara qarşı münasibətdə belə səviyyəyə çatıb-çatmadığı isə şübhəlidir. Bir dəfə qapısı ağzında uca səslə danışan bir qadını o, pilləkənlərdən üzü aşağı itələmişdi. Qadın ciddi xəsarət aldığına görə, məhkəmə Schopenhauer'i həmin qadına ömürlük təzminat ödəməyə məcbur edən hökm kəsmişdi. Qadın vəfat edəndə də o heç bir şəfqət nümayiş etdirmədən sevincək demişdi. Qarı öldü, cəzam bitdi. İstək vurnuxmasından qurtulmağın başqa, daha kəskin bir forması da var. Bəzən axına düşməmək üçün sadəcə bütün həzlərdən imtina edin.
Dərviş həyatı yaşayın. Bütün seksual istəklərdən və həyatın rahatlıqlarından imtina edin. Onun fikrincə bu ən yaxşı yaşam tərzidir. Bu, həm də bir çox şərq dinlərinin təbliğ etdiyi çıxış yoludur. Schopenhauer özü isə heç zaman dərviş həyatı yaşamamış, əksinə yaşad olduqca cəmiyyətdən mümkün qədər çox faydalanmağa çalışmışdı. Həyatının çox hissəsini məclislərdə keçirmiş, eşq macəraları yaşamışdı. Bu, onun bir riyakar olduğunu düşünmək üçün bizə əsas verir. Doğrudan da, bəzən onun yazıları o qədər pessimist ruhda olur ki, oxucu bu cür yazılardan sonra müəllifin özünü öldürməli olacağını düşünür. Viktorian dövrünün dahi filosofu John Stuart Mill isə əksinə optimist biri idi. O iddia edirdi ki, dərin düşüncə və müzakirələr müsbət ictimai dəyişikliklərə səbəb ola bilər. Dünyanı daha da yaxşılaşdırar və insanlar həzz alaraq öz həyatlarını yaşayarlar.